Hamıya salam dostlar, mən Leyla Muradova. Bugün sizlərə buraxılış tipli sual izah edəcəm. Bu tipli misalları 80% abituriyent səhvliyə yol verir ya da çətinlik çəkir. Gəlin bu suala aydınlıq gətirək. 50 qram 20% düz məhlulunu 40 qram 15% ilə eyni məhlulla qarışdırıb üzərinə 110 qram su əlavə etdikdə necə faizli məhlul alınır? Mən sizə çox asan bir üsul deyəcəm məhlul məsələlərini işləmək üçün. Baxın. 50 qram 20%, o deməkdir ki, 50 qram məhluldur. Məsələn, duz, su. Duzla suyu qatırsan olur məhlul, bu məhluldur. 20%li deməsi üçün deyirsə, yəni bu 50-nin 20%-i duzdur, qalanı sudur. Baxın, bura yazıram məhlulun ümumi çəkisini. Nədir? 50. 2 dənə belə xəta ayırıram. Deyir ki, 20% duzdur. 50-nin 20%-i nə edir? 10. 50 vurulsun 20 bölünsün 100 düzdür 10. Onu buradadsa, burada da qalır nə? 40. Baxın, 50-nin 20%-i 10, hansı ki bu duzdur. 40-ı da su. Sadəcə bu water yazırdım, su. Necə tapdım? 20%-i 10, 50 çıx 10, 40 da su. Qayda nədir? Duz əlavə eləyəndə duz əlavə eləyirsən, su əlavə eləyəndə su əlavə eləyirsən, məhlul əlavə eləyəndə məhlul. Yəni ki, hərəni öz yerinə. Duz məhlulunu 40 qram 15% ilə eyni məhlulla qarışdırıb. Bir dənə məhlulumuz var. 40 qram 15%. Eyni qayda ilə 40-ı yazdım bura. 15%li. 40-ın 15%-i nə eləyir? 40 vurulsun 15 bölünsün 100. Bunları silsək 15-i 5-ə 3, onu 5'e 2, 6 edir, düzdür? 6. 40'dan 6'sı burada, 34 de burada. 6 duzdur, 34 sudur. Bunları qarışdırmaq deyir, yəni bunları belə üst-üstə gəlir. Nə dedim? Məhlula məhlul 50 ilə 40, 90. Yenə ayırdım. Duzla duz, 10 ilə 6, 16. Su ilə su 40 ilə 34. Nə elədi? 74. Baxın, bu mənim yeni məhlulumdur. Buradakı mənim yeni məhlulumdur. Hansı ki, bunun 90 qram ümumi məhluldur. 16-sı duz, 74-ü isə sudan ibarətdir. Sualın ikinci hissəsindən bizdən bu məhlulun, yeni məhlulun üzərinə 110 qram su əlavə etməyimizi istəyir. Baxın, yeni məhlulumuzda 90 məhluldur, 16 duzdur, 74 sudur. Nə dedik? Suyun üzərinə su, duzun üzərinə duz. 110 qram su deyirsə, mən bunu 74-ün üzərinə əlavə edəcəm. Yəni, 16 yerində qalır. Suyun üzərinə su əlavə edirəm. 74 plus 110. Bu da səhv eləmirəmsə 184 edir. Bəli, 184. Cəm nə olacaq? 200. Baxın, vəsiyo. Deyə bilərsiniz ki, bu 90 niyə dəyişdi? Çünki mən su əlavə elədim. Duzum dəyişməz qalır, çünki duz əlavə eləmədim, su əlavə elədim və buradakı ədəddə duzla suyun cəminə bərabər olmalıdır, 200 oldu. Nə istəyir? Neçə faizli? Necə faizli olduğunu tapmaq nötrüdə baxın, duzu bölməliyəm, məhlula vurmalıyam 100-ə. 16 bölünsün 200 vurulsun 100. Buna cavab edir nə? 8. Cavab 8. Bu qədər sadə.